Romalılara məktub. 6-cı fəsil. Məsihlə ölüb dirilmə. Bəs nə deyə bilərik? Günah işlətməyi davam elətdirək ki, Allahın lütfü çoxalsın? Əsla. İndi ki, biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik? Məyər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən, həmin vəftizlə onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub onun ölümü ilə birləşməklə biz də onunla birgə dəfn olunduq. Belə ki, atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi, biz də həmin cür yeni həyat sürək. Əgər onun ölümünə bənzər ölümdə onunla bir olmuşuqsa, onun dirilməsinə bənzər dirilmədə də onunla bir olacağıq. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün daha günaha qul olmayaq deyə köhnə mənliyimiz onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşüksə, onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm ona artıq hökmranlıq eləməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu. Yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə, siz də özünüzü Məsih İsa'da olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq eləsin və siz də bədəninizin ehtiraslarına itaət eləyəsiniz. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim eləməyin. Əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salihlik aləti olmaq üçün yenə Allaha təslim eləyin. Günah sizə hökmranlıq eləməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Salihliyə itayət. İndi neyniyək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah eləyəkmi? Əsla. Məyər bilmirsiniz ki, itayətdə qullar kimi özünüzü kimə təslim eləsəz, onun da qullarısınız? Ya ölümə aparan günahın, ya da salihliyə aparan itayətin qulları ola bilərsiniz. Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr elədiyiniz təlimin nümunəsinə ürəkdən itaət elədiniz. Beləcə günahdan azad olub salihliyin qulu oldunuz. Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də İndi üzvlərinizi müqəddəs olmaq üçün salihliyə qul kimi təslim eləyin. Çünki siz günahın qulları olanda salihliyə əməl eləməkdən azad idiniz. Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı, onların axırı ölümdür. Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. Çünki günahın əvəzi ölümdür. Allahın ənamı isə Rəbbimiz Məsih İsa'da olan əbədi həyatdır.